Soyuq aylarda suyu uşağa isidib verməliyik. Belə ki, soyuq aylarda olsa belə uşağa suyu otaq temperaturunda verməlisiniz. Nə isti olmaz, nə də soyuq olmaz. Çünki isti su, ilıq su uşaqda ögümə, ürək bulanma və sudan imtinaya, sudan ikrah hissinin yaranması və suyu sevməməsinə gətirib çıxardır. Amma otaq temperaturunda olan sərin su isə içməli su standartına uyğun gələn su uşaq üçün sevimli bir maye şəklidir. Belə ki, su ehtiyacını günlük uşaq əsasını su ilə ödəməlidir. Çünki su uşağın mədə-bağırsaq sistemi fəaliyyətinə, gündəlik maye ehtiyacının ödənməsinə, böyümə inkişafına, immunitetinə, böyrəklərin fəaliyyətinə çox faydalıdır. Suyun əvəzinə uşağa şəkərli kompot, çay verilməsi isə yanlışdır. Uşağa verə biləcəyiniz ən faydalı maye şəkli sudur və həmçinin ayrandır. 1 yaşdan sonra maksimum gündə 1 stəkan süd ola bilər. O da günortaya qədər, axşam saat ən gec 4-ə 5-ə qədər, gecə saatlarında olmamaq şərti ilə süd, əgər süd allergiyası yoxdursa, həmçinin uşağa verə bilərsiniz. Mövzu haqqında ətraflı məlumat və əlaqə üçün 055 703 27 79 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.